Salam aleyküm rahmetullah. Deməli, turu başa vurduq nəhayət. Sadəcə artıq qaranlıqdır. Vesiyyətin işığını çəkirəm. 27 kilometr yarım oxşu məsafə. Yolda bəzi çətinliklər olur. Çətinliklərdə demək ki, nələrdir ən çox çətinliklər? Bu, hansı ki, yol arayışları var. Buradan Ziya Bünyadovuna gedəndə Zahir burada dönən yol. Oradan keçəndə biraz sıxıntı yaşayırsan, maşından sürətli yarıq keçmək olmur. Sonra digər körpülərdə hamısının yanı ilə yol var, amma ən axırda Koroğlu körpüsündə məcbur körpünün üstündən keçdim. O körpü biraz sıxıntı yarattı, yəni çox təhlükəli bir yerdir. Çünki başqa yol yoxdur oradan keçməyə, altı ilə keçmək olmur, yəni və ya olursa mən bilmirəm. Ona görə oradan keçərkən biraz çox təhlükəli oldu. Qalan yol Allah həmd olsun, getdim gəldim. Biraz yoruldum artıq. Biraz yolda arada bir fasilə elədim. Onun videosunu çəkmişəm. Pomidor fasiləsi. Amma Allah həmd olsun, yaxşı oldu, bitirdim nəhayət. İnşallah növbət səfərlərdə görüşərə qədər. Allah'a əmanət. Selamun aleyküm və rahmetullah. Vesiyyətimdə görsədim. İşığını falan bugün vurmuşam. Arxa stop. Atrajaj ilə yəni. İşıq əks etdirən. Vurmuşam ki, yolda Allah qorusun maşınlar falan gələndə görsünlər. Allah'a əmanət olun. Selamun aleyküm.